Sizin abi sen çəkəndə maddi. Yok koşmuşam gedi zarar yoktu. Deməli bu Fabile Kumatlar, sizinki Kumat var. Ha, Feybul Kumat. He? Feybul Kumat. Fable Kumat. Feybul Şirket. Kumat. Ha, şirket adı Feybul Kumat. Ha. Taş kömürdü. Deməli abi şeyləyək. Şimdi abi Samet koy ben onun izahatını vereyim sonra hadi. Deməli. Ve bugün 14 oktyabr 2023 yıl tarixdə biz Cəbrayıl Çinar Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan torpaq sahələrində Türkiyənin Fable Qumat Fabile şirkəti ilə bir yerdə deməli Qumat kombi mix preparatı ilə toxum sahələrində biz təcrübə aparacağıq. Əkin sahələrində daha doğrusu. Məqsəd həmin preparatın taxıl əkin sahələrində təsirini öyrənməkdir. Bunun üçün biz həmin preparatı hər ton toxuma 4-5 kilogram hesabı ilə, litr hesabı ilə toxumlar çilənəcək. Bax, bu qayda çilənir. Sonra həmin toxumlar qarışdırılır. Tam, bütün hər nöqtələr tam toxum tövündə tam islanmalıdır. Sonra onu burada yayırıq və yayandan sonra qurudulur. Qurudulandan sonra yenidən qablaşdırılır və səpin üçün aparılır. Yəni bu normanı hər ton toxum üçün 4 kilo, 5 kilo altı, hətta 10 litrə qədər də artırmaq mümkündür. Yəni bu preparat Qumat kombi mix preparatı tam üzvü tərkiblidir. Burada heç bir kimyəvi qatqı yoxdur. Onun da yəni artıq verməyin heç bir ziyanı yoxdur. Sadəcə olaraq quruya biləcək formada çox da eləmək, yəni qurumaya görə biraz problemdir. Yəni, amma quruya biləcək formada qatmaq olar. Bu preparatın istifadəsi taxılda məhsuldarlığı 25-30% qədər artırmaq gücündədir. Sonra biz indi ikinci etapda biz əkin sahəsini tam hazırlanmış, əkin üçün tam hazırlanmış sahəni hər hektarına 200 litr su olmaqla 8-10 litr Qumat preparatın sahəyə səpəcəyik və növbəti 2 dəfə yemləməni isə yaz aylarında, yəni birinci taxılın kollama fazasında, bu təqribən bu mərkəzi aran zonalarında bu olacaq fevral ayının sonunda, martın əvvəllərində, ikinci yemləmə olacaq təqribən boruya çıxma fazalarında və aprel ayının ortalarında. Yəni bundan sonra biz növbəti məhsul yığımında bu sahədə müşahidəni yekunun olaraq görək təsir. Yəni bu preparatın tətbiq olunmadığı ərazilərlə tətbiq olunan ərazilərin fərqini onda həmin sahə ilə müəyyənləşdirəcək. Və bir məsələni deyim ki, bu preparatın tətbiqindən sonra biz digər mineral gübrələrin istifadəsini ilbəil 20% azaldacaq. Və bu illər ki, hər hektara 200 kilogram belki fosforlu gübrə verirsə, biz onun təqribən 20% azaldırıq və növbəti ildən həmin bu Qumat kombi mix preparatı tətbiq olunanda biz gübrə normasını daha 20% azaldacağıq. Və bununla da burada məqsəd burada kimyasal preparatlardan istifadə etmədən tam organik məhsul istifadəsini genişləndirmək. İnşallah biz bu günləri daha doğrusu dərmanlanmış deyəndə Qumat kombi mix preparatı ilə işlənmiş toxumu bu günləri sahəyə səpinin həyata keçirəcəyik. Xeyirli uğurlu olsun. Bununla da bağlı Harun bəy, siz preparatla bağlı məlumatınız deyil və biz də bu günləri deyək ki, fermerlərlə bu barədə böyük maarifləndirmə işləri aparaq, sahədə bu işləri çoxlu fermerin iştirakı ilə əyani şəkildə eləyək və gələcəkdə bu motivasiya olsun və gələcəkdə yəqin ki, inşallah müsbət nəticələrimiz olacaq. Ondan sonra bu preparatın ölkəmizdə istifadəsi daha da genişləndirəcək. Hər birimiz üçün uğurlu xeyirli olsun. Sağ olun Salim Bey. Şimdi bu
Biz Türkiye'de buna humigasit diyoruz. Humigasit ama Kafkas bölgesinde kumat deniyor. Bu kumat iki çeşit kumat var. Aslında çeşitli bir tane kumat olur. Bu taş kömürden orijinal olan kumat. Biz taş kömürden yapıyoruz. Leonard değil. O taş kömürden yapıyoruz. Leonard'da yapılan humigasitimiz verimliliği artırıyor. Yağmur yağmayanda 20-30% toprağın ümit saklıyor ki rutubetli saklıyor. Su falan yağmadığı zaman ne diyorlar? Sizde? Kuraklık karşılama olur. Kuraklığı şey yapıyor. Düzenliyor. Mahsullarını artırıyor. Kimyasal gübreleri her yıl %20 azaltıyorsunuz. Bu toprağın organikliğini artırıyor. Ha, bu da Türkiye'de tumları bu şekilde kumatla kaplayıp verildiği zaman böyle kardeşli 3-5 kardeşli büyüdüğü için mahsullar daha fazla artıyor. Beçelenir. Körlenme faydası artır, körlenme çoğalır. He. Ha böyle. Türkiye'de o şekilde biz de istiyoruz ki Türkiye'deki bu ekim biçimcilik nasıl onu da biz burada takdim edelim ki insanlar ektiği emeğin karşılığını alsın. Sağ olun. Çok sağ olun.